Gözəl bir qonaqlıqdaydım və süfrədə bu salatı gördüm. Çox bir mənə maraqlı gəldi. Təsəvvür eləyin, çuğundur, bol narı, sinə əti, qoz ləpəsi çox möhtəşəmdir. Resepti öyrəndim və qərara gəldim ki, mütləq bu salatı hazırlayacağam. Bol vitaminlidir, xeyirlidir. Çuğunduru, qoz ləpəsi, toyuğun sinə əti çox möhtəşəm bir salatdır, inanız mənə. Və mənim gözəl doğrayıcım var. Oradan çuğunduru keçirtdim, qoz ləpəsini, hətta gərək sarımsağı da oradan keçirdərdim. Duz, istiot vurandan sonra bax beləcənə qarışdırdım və 2 nar istifadə olunur burada. Narın birin salatın içinə əlavə elədim, birini də bax belə bəzək üçün. Mənim əzizlərim, siz bu salatı hazırlayın, nuş edin. Çox möhtəşəm salatdır, çox dadlıdır.